Bizim Sevda xanımız elik statusunu açıb artıq. Sevda xanım, səni təbrik edirəm. Sizin zəhmətiniz burada çoxdur. Həqiqətən də siz güclü xanımsınız. Sizə çox yarışır bu ad. Tez bir zamanda çox rahatlıqla bu status təsdiqləyəsiniz. Bizim komandamızdan nə deyə bilərsiniz Sevda xanım? Mən ilk növbədə Nəzakət xanım sizə təşəkkür edirəm. Əziyyət çəkdiniz. Mən də təbrik göndərmişdim zaten. Bugün də gəldiniz bu yolu. Bu böyük bir dəyərdir sizdən mənə gələn. Çox sağ olun. Gələn ayaqlarınız var olsun. Əsas liderliyiniz, böyüklüyünüzü burada bilinir. Yəni ən əsas bu qədər, yəni bir yerdə işləyirikdə bu qədər dəyər verirsiniz. Təşəkkür edirəm və ən əsas da hər qataloqda mən görürəm. Sizin komandanızda çox şanslıdır o liderlər, məsləhətçilər. Çünki disiplinli hər qataloq sonuna qədər siz bir rəhbər kimi o komandanın üzərində dayanırsınız. Bu barədə onlar çox şanslıdırlar və inşallah inanıram ki, bu komandada, bu kataloqda bizim yeni direktorlarımız, liderlərimiz gəlsinlər. Çünki çox güclü, çox məqsədli, çox çalışan liderlərimiz var. Xüsusi olaraq hər birini buradan yeni rütbə açanları təbrik edirəm. Təşəkkür edirəm ki, çalışdılar, bunu etdilər və bir gün o gün gəlsin ki, mənim kimi indi məsləhətçi liderlərlə bir yerdə işləyənlər bax belə böyük direktor komandaları ilə bir süfrədə otursunlar. Bu böyük bir sevgidir, bu böyük bir xoşbəxtlikdir, bu böyük bir uğurdur. Mən belə deyərdim. Uğurlar arzulayıram komandamıza.